Son vaxtlar sosial şəbəkələrdə güya depozit qarşılığında kredit verən saxta səhifələr yaradılır. Bildirilir ki, həmin səhifəni işlədən dələduzlar yüksək kredit qarşılığında vətəndaşdan nisbətən az məbləğdə pul istəyirlər. Ötən gün kredit götürmək istəyən Ağdam sakini Loğman Əşrəfov TikTok səhifələrdən birinə 10.000 manat kredit üçün müraciət edib. Səhifə sahibi ondan 10.000 manatın qarşılığında 608 manat depozit tələb edib. Vətəndaş 608 manat depoziti ödədikdən sonra dələduzlar yoxa çıxıblar. Qısa xəbər. Azad danışan iqtisadçı Əkrəm Həsənov bildirib ki, vətəndaşların tanımadığı şəxslərə güvənib pul köçürməsi yanlış addımdır. Davamlı xəbərdarlıqlara baxmayaraq hələ də bu cür dələduzluqların qurbanı olanlar var. Ofisi qeydiyyatı olmayan bir quruma necə güvənmək olar? Vətəndaş düşünməlidir ki, 10.000 manat kredit verən biri niyə depozit tələb etsin? Həmin fırıldaqçılar sosial şəbəkələrdə özlərini bank adlandıra bilər, lakin insanlar diqqətli olub inanmamalıdırlar. Bu məsələdə yox, ümumiyyətlə istənilən yerdə ödədiyin məbləğ üçün qəbz sənəd və cavabdeh şəxsin şəxsiyyət vəsiqəsini tələb etməksən. Belə fırıldaqçıların fəaliyyət göstərdikləri konkret ünvanlar var. Eyni qaydada depoziti orada verməyi tələb edirlər. Yenə də ödəniş qarşılığında qəbz və ya hər hansı bir sənəd verilir. Belə olan halda əlbəttə vətəndaş aldanacaq. Hansısa qazanc, kredit və ya nəsə almaq üçün sosial şəbəkə üzərindən kiməsə pul göndərmək risklidir. Ekspert qeyd edib ki, Mərkəzi Bankın rəsmi saytında bütün bankların, həmçinin bank olmayan kredit təşkilatlarının BOKT adları və ünvanları qeyd olunub. Kimsə özünü BOKT kimi təqdim edirsə, bunu dərhal saytda yoxlamaq olar. Hətta Dövlət Neft şirkətinin Socar adından istifadə edərək belə oyunlar qurulur. Bununla bağlı dəfələrlə mənə müraciətlər olub. Bildirilir ki, güya şirkətdə müəyyən bir investisiya proqramı keçirilir. Bura yatırım etsəniz, ayda nə qədərsə pul qazanacaqsınız. İnsan bu vədlərə inanmamalıdırlar. Çünki pul qazanmaq üçün belə asan yol yoxdur.